avronun möhkəmlənməsi, dolların ucuzlaşması baş verir. Son həftə bu istiqamətdəki trendi tətikləyən əsas məsələ məhz İsrail-İran konfliktinin qısa müddətdə başa çatması, atəşkəsin əldə olunması, bu istiqamətdə müharibənin dərinləşməsi ilə bağlı ehtimalların aşağı düşməsidir ki, yəni qısa müddətli dövrdə dollara investisiya edən, təhlükəsiz liman axtaran investorlar da artıq vəsaitlərini dollardan çəkməyə başlayıblar və bu da avronun daha da möhkəmlənməsinə gətirib çıxardı. Azərbaycan manatının məzənnəsinin müəyyən edilməsi sistemi bunu gərəkdirir. Belə ki, digər bütün məzənnələr, ABŞ dollarından başqa digər bütün məzənnələr çarpaz yolla müəyyənləşir. Yəni, ABŞ dolları digər valyutalara münasibətdə ucuzlaşırsa, manat da ucuzlaşır. Bahalaşırsa, manat da bahalaşır. İndiki halda ABŞ dolları valyutalara münasibətdə, o cümlədən avroya münasibətdə ucuzlaşır. Və bu, təbii ki, çarpaz hesablama yolu ilə manatla avronun möhkəmlənməsinə gətirib çıxardır.